Açığın deyim ki, mən həmişə bu icra başçısını görəndə, Rafiq Cəllovu görəndə düşünürəm ki, ondan yaxşı icra başçısı yoxdur. Çünki o insanın sifətinin nuranilik məsələsi var da. Çünki bu icra başçısına baxanda çox nurani görsənir. Amma bəzən görüntü bizi allada bilir. Görüntüdə çox gözəl nurani görsənən insan, amma əslində Əzazil də biri ola bilər. Düzdür, mən indi Rafiq müəllim haqqında bunu demirəm, çünki şəxsən adamı tanımıram. Amma ki, çox sayılı şikayətlər var Cəllabaddan bizə və şikayət edənlərin hamısının da çəkdiyi ad Cəllabad rayon icra başçısı olur və ya bələdiyyəsi olur. Məsəl üçün, deyir Rafiq müəllim gəlir kəndlərə, şəkil çəkdirir və sosial şəbəkəsində paylaşır ki, həmən filan kənddə oldum və problemlərlə maraqlandım, amma əslində deyir problemlərlə maraqlanmır. Məsələn, Rafiq müəllimə kim sual verə bilərsə, bu öncədən təyin olunur ki, orada razılaşdırılmamış sual icra başçısına verilməsin. Niyə verilməsin razılaşdırılmamış sual icra başçısına? Sonuçta icra başçısı niyə yerlərə təyin olur? İnsanların problemləri ilə maraqlansın. Daha siz ütülü sualları verirsinizsə adamlara ki, filan şey soruşun, bax, bundan başqa cümlə işlətmə, nə üçün işlətməsin? Ay, aman ayda birdən icra başçısının xoşuna gəlməzmi hansısa vətəndaşın?